Salam dostlar, MHM-dən sifət bölməsinin testlərinə baxaq birlikdə. Aşağıdakı sözlərdən biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir. Bunu tapmağın ən rahat yolu buna ədatlar əlavə eləməkdir. Ən maraqlı demək olur, ən ağıllı demək olur, ən bilikli, ən sevimli, ən şəhərli demək olur. Deməli, ədat artıra bildiklərimiz sifətdir, artıra bilmədiyimiz isə isimdir. Sifətlə bağlı verilən fikirlərdən hansı doğrudur? Sifət aid olduğu əşya ilə bərabər işlənmir deyir, əksinə bərabər işlənir. İsmin xüsusiyyətlərini daşımadan mübtəda tamamlıq xəbər kimi işlənmir. Xəbər kimi işlənə bilər. Sifət qeyri-müəyyənlik halda işlənə bilmir. Körpə qığıltısı məsələn olur. Aid olduğu ismin itirdikdə hər zaman müstəqil cümlə üzvü kimi işlənir. Xeyr, deyirəm ki, körpə ağlayanda anası yanına qaçdı. Körpə ağlayanda müstəqil şəkildə cümlə üzvü deyil. Morfoloji və sintaktik sualı fərqlənə bilər. Bəli, gənc insan, necə insan, hansı insan, gənc insan. Bu morfoloji sualıdır. Sintaktik sualı isə, məsələn, deyirəm ki, gənc çıxış etdi. Kim çıxış etdi? Gənc. Fərqlənə bilər. Düzəltmə sifətləri müəyyən edin. Hürəyən, fe'l sifət olsaydı hürən olardı. Küsəyən, yatağan. Bunlar düzəltmə sifətlərdir. Qaçaq isimdir. 1, 2, 3. Cavabımız C variantı. Qiyabidə sadədir. Hansı cümlədə quruluşca düzəltmə olan iki sifət işlənib? Burada dünənki sözüdür. Güclə zərfdir. Onun vaxtsız gedişi məni daim üzürdü. Bir dənə vaxtsız sözü var. Daim zərfdir. Bugünkü mürəkkəbdir. 2 sözüm var burada. Bir də burada isə narınc sözüdür. I leksikdir. Azğın sözü. Azmaqdan azğın. Qaynamaqdan qaynar. Deməli, D variantı ola bilər. Qayğıkeş düzəltmədir, amma səmimi, sadədir. Azaltma dərəcəli sifət işlənmiş cümləni seçin. Hövsələ sözü isimdir. Demək, kəm hövsələ azaltma dərəcəsi ola bilməz. Bəniz üzdür. Yəni, ikinci tərəfi isimdirsə, qarabəniz ola bilməz. Şirin də adi dərəcədir. Ayselin nəvəkçisi Alagöz. Alagöz dərəcə yaratsaydı, gərək bu defslə yazılaydı və ikinci tərəfində sifət olaydı. Bu isimdir, C olmaz. Bizim müdür açıq fikirli adam deyil. Bu mürəkkəbdir. Dərəcə yaratması üçün trenlə yazılmalıdır. Bax, o gördüyün qarayanız, bu azaltma dərəcəli sifətdir. Sifət yalnız ismin xüsusiyyətlərini daşıyanda nöqtələrin yerini tamamlayın. Yalnız ismin xüsusiyyətlərini daşıyanda deyirsə, xəbər kimi daşımasa da işlənə bilər. Cümlədə təyin ola bilir, xeyr. Cümlədə mübtəda xitab ola bilir, bəli. Aid olduğu əşyanı təyin etmir. Bu da düz fikirdir. 3, 4. Eyni şəkilçi ilə yaranan sifətləri qruplaşdırın. Deməli, axırıncı saatlərə baxırıq. Qapalıları bir qruplaşdırırıq, açıqları bir. Yəni 1, 2, 5-i 1, 3, 4-ü də bir qruplaşdırırıq. Mürəkkəb sifət işlənmiş cümlələri müəyyən edin. Rəngarəng paltarları burada 1. Elçinə açıq qırmızı rəng çox yaraşırdı. Açıq qırmızı. Sonra əlaçıq olmaq bu fe'ldir. Dünənki yol qaza saysız hesabsız zərfdir. Dünənki düzəltmədir. Şəhərdəki binaların hamısı çox mərtəbəlidir. Bu da mürəkkəb sifət. 1, 2, 5 A variantı. 9-cu sual. Dümdüz sifətində morfoloji yolla çoxaltma dərəcəsi əmələ gəlib. Bəli, bu birinci, deməli, bir dəqiqə qələm. Burada birinci hecasına M, P, R, S samitləri artırmaqla yaranıb. Deməli, morfoloji yol sayılır bu. Doğru fikirdir, amma qarşısına yanlış yazılıb. Biz yaxşıca dincəldik cümləsində sifət çox. Bu yaxşıca dincəlmə fe'lə aiddir, ona görə sifət deyil, götürə bilmərəm. Ağlayan, dinləyən sözləri düzəltmə. Ağlayan fe'l sifətdir, dinləyən fe'l sifətdir. Bu olardı ağlağan. Deməli, yanlış fikirdir, qarşısına da yanlış yazılıb götürə bilərəm. Sifət ismin xüsusiyyətlərini daşıyanda sifətə aid bütün xüsusiyyətlərini itirir. Xeyr, dərəcə bildirmək xüsusiyyətini itirmir. Böyük sözü dinləmək cümləsində sifət ismin xüsusiyyətlərini daşıyır. Sadədir. Xeyr, sadə deyil. Çünki böyüməkdən böyükdür. Edə ola bilməz. Yaltaqlıq pis sifətdir. Lap iyrənc nəzarətdir. Burada pisdir, bir də iyrənc sözləri
sifətlərimdir. Sifətlərdən ikisi quruluşca düzəltmə, biri isə sadədir. Burada 2 dənə cəmi sifətim var. Bunun dediyinə görə 3 dənə götürə bilmərəm. İsmin xüsusiyyətini daşıyan sifət cümlə üzvünün ifadə vasitəsidir. İsmin xüsusiyyətini daşıyan sifət yoxdur, yaltaqlıq özü isimdir. Sifətlər müxtəlif dərəcədədir, təyinin ifadə vasitəsidir. Bəli, lap ilə çoxaltma dərəcəsi, pis də adi dərəcədədir. 3 götürə bilərəm. Nümunədə cəmi 2 sifət işlənib. Heç biri isim və ya feil ilə omonim deyil. Bəli, iyrənc, pis və heç biri də isim və ya feil ilə omonim deyil. Cavabım olar 3, 4. Hansı cümlədə kökü sifətlə omonim olan söz işlənmişdir? Yəni kökü sifəti olmasın. Sifətlə omonim olsun. Bura baxıram. Düzəlməyəcəksən sözünün kökü elə sifətdir. Bunu necə tapmaq olar? Düz və sıx sözlərində kökdəki şəkilçi ilə şəkilçidəki şəkil bir dəqiqə. Kökdəki saitlə şəkilçidəki sait fərqlənirsə bir-birindən, yəni biri açıqdırsa, biri qapalıdırsa, deməli o sifətdir, onun kökü sifətdir. Burada da ü qapalıdır, ə açıqdır. Deməli bu sifətdir. Cərgədə sıxlaşmalı ı qapalıdır, a açıqdır. Bu da deməli kökü sifətdir. Sonra kökəlmişdir sözünün elə sözün kökü sifətdir. Bu heç. Köklükdən kökəlmə. Tarı əlinə alan Tarzan onu yenidən köklədi. Köklə. Buradakı kök əsas başlanğıc mənasında isimdir. Özün bilirsən ki, onlar üçün düzlük. Bu da istisnadır ki, fərqlənməsə də şəkilçi. Bu da qapalıdır. Ülərin ikisi də qapalı olsa belə, lıq şəkilçi yalnız adlara qoşulur. Belə. Ailəmiz mülayim, yaşayışımız sakit, dolanışığımız mehriban idi. Bunlar hamısı ididir. Deməli, xəbər vəzifəsindədir bunlar hamısı. Aid olmayan xüsusiyyətləri tapmalıyıq. Cümlədəki sifətlərdən heç bir ismi xüsusiyyətini daşımır. Bəli, xəbər olmaq ismi xüsusiyyətini daşımaq demək deyil. Kökü sifətlə omonim olan söz işləməyib. Burada yaş sözün kökü a leksik, ış leksik, ımız qrammatik. Yaş ismi ilə yaş sifəti omonimdir. Deməli, bu səhvdir. Kökü sifətlə omonim olan söz işlənib, yəni. Sifətlərdən heç biri əlamət bildirmir. Düzdür, mülayim, sakit, mehriban. Əlamət bildirmək xarici görünüşlə bağlı bir şeydir. Sifətlərdən hamısı xəbərin, yəni bildirmir, düzdür. Heç bir ismi xüsusiyyət düzdür. Sifətlərdən hamısı xəbərin ifadə vasitəsidir. Bu da düzdür. Yox, bu da düzdür. Sifətlərdən heç biri qrammatik şəkilçi qəbul etməyib. Bəli. Mülayim, sakit, mehriban heç birində qrammatik şəkilçi yoxdur. İsmi xüsusiyyətlərini daşıyan sifət hansı cümlədə müstəqil cümlə üzvü deyil. Nənəm deyərdi ki, qocalıq gələndə, buradakı qocalıq isimdir, sifət yoxdur. Həmişə yaxşı insanların yaxşı sorağı da gəlir. Burada ismin xüsusiyyətini daşıyan sifət yoxdur. Yaxşı insanların yaxşı sorağı sifət təyin vəzifəsindədir. Hamı başını salamat saxlasa, ağıllı adam elə odur. Hansı adam ağıllı adam təyin vəzifəsindədir? İsmi xüsusiyyətini daşımır. Akifin körpəsi isimləşib, ismi xüsusiyyətini daşıyır. Və Akifin körpəsi. Yəlik hal mənsubiyyət sxemidir. Müstəqil cümlə üzvü ola bilməz. Deməli, cavabımız D variantı. D variantı da çalışan öyrənciləri görəndə hansı öyrənciləri çalışan, bu da ismi xüsusiyyətini daşımır. Sonra 14. Hansı çadırı qurdu göydə topa-topa sıx buludlar? Sifətlərimiz budur. Mürəkkəb, biri də sadədir. Həm sadə, həm də mürəkkəb sifət işlənib. Düz fikirdir. Sifətlərin hər ikisi keyfiyyət bildirir. Xeyr, topa-topa əlamət bildirir. Görürük bunu. Cümlədə cəmi 3 sifət işlənib. Bu da səhvdir. Fərqləndirilən sifət sıxlaşmaq sözünün kökü ilə omonimdir. I qapalıdır, a deməli bu qapalıdır, a da açıqdır. Yəni fərqlənirsə bu sözün kökü sifətdir. Bu da sifətdir. Omonim ola bilməz. 4 səhvdir. Fərqləndirilən sifət sıxıntı sözünün kökü ilə omonimdir. Bəli, sıx sözün burada feildir. 5 düzdür. 1, 5 E variantı.
Dünənki çuqun boruları qapalı otaqda saxladıq. Dünənki qapalı. Bir də yaralıları sözü. Çuqun da isimdir. Bunu götürə bilmərəm. Cümlədə 4 sifət işlənib. Xeyr, 3 saydıq. Bu səhvdir. Fərqləndirilən sifət dərəcəyə görə dəyişə bilmir. Bəli, ç, bir də daçı ilə düzələn sifətlər dərəcəyə görə dəyişə bilmir. Düzdür. İsmi xüsusiyyətlərini daşıyan sifət feildən düzəlib. Bu, deməli, yaralıları sözüdür. İsmi xüsusiyyətini daşıyır. Yar feil sözün köküdür. Yar feil sözün köküdür. Yara ismindən düzəlib. Deməli, bu səhvdir. Sifətin sualına cavab versə də, sifət olmayan söz işlənib. Bu çuqun sözüdür. Çuqun boruları, hansı boruları? Deməli, 4-də düzdür. 2-də düz idi. Sifətlərin hamısı qulluqca düzəltmədir. Xeyr, bəli, bu da düzəltmədir də. Bir dəqiqə. Dünənki qapa sözün kökü l leksi, yaralıları da düzəltmədir. Cavabım oldu 2, 4, 5 B variantı. Məzmunca çoxaltma dərəcəsinə bənzəyən, lakin qrammatik baxımdan çoxaltma dərəcəsində olmayan söz işlənmiş. Lap balaca çoxaltma dərəcəsindədir. Bizə deyir çoxaltma dərəcəsində olmasın. Bu məsələdə yanlış olduğu açıq aydın idi. Bunu götürə bilərik. Yəni açıq aydın, açıq aşkar mənasındadır. Məzmun da çoxaltma dərəcəsində idi. Amma bu açıq aydın sözü burada zərfdir. Ağappaq qar çoxaltma dərəcəsidir. Yeməkləri hər zaman kəmşirin azaltma dərəcəsidir və məzmunca çoxaltma da yaratmır. Olduqca ağır, bu da çoxaltma dərəcəsinin özüdür. Hansı cümlələrdə ismin xüsusiyyətlərini daşıyan sifət işlənib? İsmin xüsusiyyətini daşısın. Gözləri ömür yaşından çox-çox öncə qoca olub. Qoca olmaq bir yerdədir. Bu çıxır. İnsanı ümidsizlik qədər yıxan ağır vəziyyət. Burada demək, ismin xüsusiyyətini daşımır. Ümidsizlik də ismin özüdür. İnsanlığı yıxan içlərindəki baltalar fitnəkarlardır. Burada fitnəkar söz sifəti və lar şəkilçisi qəbul edib. 3 götürülə bilər. Bildirkiləri çoxdan siyahıdan silmişik. Bildirki sözü sifətdir. Bildir zərfindən yaranıb və isminin xüsusiyyətlərini daşıb cəm və ha şəklisi qəbul edib 4-ü, 3-ü götürə bilərəm. Tez gülənlər vaxtında gülənlərdən. Burada sifət yoxdur. Gülən sözü feili sifətdir. Sonra alagöz, sarışın, körpəcə bir qız. 4 divar içində ağlayır yalnız da zərfdir. Birinci misrada sifətin bütün dərəcələrinə aid nümunə işlənib. Alagöz adi dərəcədədir. Sarışın azaltma, körpəcə də çoxaltma dərəcəsi düzdür. Qulluqca 3 sadə bir mürəkkəb 4 sifət deyir, amma 4 sifətim yoxdur. 2 səhvdir. Sifətlərdən biri ismin xüsusiyyətlərini daşıyır. Heç biri ismin xüsusiyyətini daşımır. Hər biri təyin vəzifəsindədir. Deməli, 3-də səhvdir. Sifətlərin hamısı mübtədanı təyin edir. Bəli. Nə edir? Ağlar. Kim ağlar? Qız. Hansı qız? Körpəcə, sarışın, alagöz. Düzdür. Azaltma və çoxaltma dərəcəli sifətlər eyni üsul ilə yaranmışdır. Şəkilçi ilə yaranıb da sarıdan sarışın, körpədən körpəcə şəkilçi ilə yaranıb, yəni morfoloji üsulla yaranmışdır. Bu da düzdür. 1, 3, 5 A variantı. Hansı cümlədə eyni şəkilçi həm düzəltmə isim, həm də düzəltmə sifət, düzəltmə isim, düzəltmə sifət əmələ gətirib? Burada tarixi hadisələrin təsirindən ayılmayan xalq. Burada tarixi sözü düzəltmə sifətdir, düzəltmə isim yoxdur, dünyəvi. Bu da sadə sözdür, çünki sözün kökü dəyişib. A səhvdir. Qorxaq gözlərindəki mərhəmətlə özünü isti yataqda hesab edirdi. Qorxdan qorxaq, yatdan yataq. Biri sifətdir, biri isimdir. B-ni götürmək olar. Sabahçı işləri vaxtında bitirmək üçün bugünkü mürəkkəb sözdür. Bugün sözləridir. C olmaz. Qolundakı ağrını danışığından hiss etmək olurdu. Bir dənə burada daşı sözüdür. Sifət yaradı və salam. Evdarlıqdan yorulmayan analardan minnətdarlığı əski etməyin. Burada da evdar sözü bu isimdir. Bu da isimdir. Yəni sifət yoxdur burada.
Euler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edən isim sifət əşya ilə bağlı olur, müxtəlif cümlə üzvlərinin ifadə vasitəsi ola bilər. Bu bir ortaya yazılmalıdır, çünki hər biri əşya ilə bağlı olur və müxtəlif cümlə üzvlərinin ifadə vasitəsi ola bilər. Yalnız qrammatik mənası olan bəzi sözlərlə omonim olur, 2 də ortaya yazılmalıdır. Məsələn, tərəf ismi, tərəf qoşması ilə omonim ola bilir, yaxud çox sifəti, çox ədatı ilə omonim ola bilir. Deməli, 1 ilə 2-ni götürə bilmərəm. Cümlə daxilində əsas sintaktik vəzifəsini itirə bilər. Hər ikisi üçün doğru fikirdir. Yəni, ismin əsas vəzifəsi mübtədədə tamamlıq olmaqdırsa, cümlə daxilində təyin də ola bilər. Sifət eləcə təyin əsas vəzifə olmaqdırsa, mübtədə də ola bilər, doğrudur. Morfoloji və sintaktik sualı bir-birindən fərqlənə bilər. Məsələn, dəmir aralıqda nə sualına cavab verir, amma dəmir qapı necə sualına cavab verəcək. Morfoloji və sintaktik sualı bir-birindən fərqlənəcək. Hər ikisi üçün düzgün fikirdir. Deməli, 3-ü 4-ü götürəcəm. İsmi xüsusiyyətini daşıyanda dərəcə əlamətini itirmir. Bəli, 5 düzgün fikirdir. Təyin və mübtədanın ifadə vasitəsi ola bilər. 6 ortaya yazılmalıdır. Hər ikisinə aid fikirdir. Sonuncu görüşdə tapdığım cövhər əvvəlki cövhərdən daha, bu 3, 4, 5 oldu, daha dəyərlidir. Sonuncu saydı, əvvəlki bir də dəyərlidir sözləri sifətdə. Nümunədə sifətlərin təminat doğru fikir. Nümunədə 3 sifət işlənib, xeyr 3 sifət yoxdur, axı 1 dənədir, qarşısına doğru yazıb götürə bilmərəm. 2 dənədir. Sifətlər quruluşca düzəltmədir. Dəyərdən dəyərli, əvvəldən əvvəlki. Sintaktik vəzifələri eynidir. Xeyr, eyni deyil. Biri xəbərdir, biri də hansı cövhərdən təyindir. Qarşısına yanlış yazılıb, ona görə götürə bilmərəm. Fikir yanlışdır, qarşısına da yanlış yazılıb. Sifətlərdən biri çoxaltma dərəcəsindədir. Daha dəyərli, çoxaltma dərəcəsindədir. Biri isə kökü zərflə omonim olan sözdür. Xeyr, əvvəlin özü elə zərfdir də. Fikir yanlışdır, qarşısına yanlış yazılıb götürə bilərəm. Birinci misradakı sifət təyin rolundadır. Birinci misrada sifət yoxdur, fikir yanlışdır, qarşısına doğru yazıb götürə bilmərəm. Sifətlərdən biri kökü feil olan isimdən düzəlmişdir. Sifətlərdən biri kökü feil olan isimdən düzəlmişdir. Bu xeyr, belə bir sifət yoxdur. Bu dəyər ismindən düzəlib, bu da zərfdən düzəlib. Yanlış fikirdir, qarşısına da yanlış yazılıb. 5-i götürmək olar. 2, 3, 5 A variantı. Düzdür, bunu eləmək çox çətin, amma çox vacibdir. Düzdür, modal sözdür. Cümlədə 3 sadə sifət işlənir. Burada sifətlər çətin, bir də vacib sözləridir. Sifətlərin 3-ü də xəbər vəzifəsindədir. Bu 3 ola bilməz. Sifətlərdən ikisi azaltma, biri yox. 2 sifətim var. Sifətlərin heç biri isimləşmək, bəli, xəbər vəzifəsindədir. Heç biri də isimləşmək. Fərqləndirilən sifət ismin əlamətini qəbul edib, onun xüsusiyyətləri xeyr isimləşməyibdir. Bir dəqiqə. Sonra hansı cümlədə işlənmiş ədata əsasən demək olar ki, qüvvətlendirici ədat özündən sonra işlənmiş sifətin dərəcəsinə təsir etməyə də bilər. Belə günlərdə olduqca ürək açan çoxaltma dərəcəsi yaratdı. Yəni onun dərəcəsinə təsir etdi. Bunu götürə bilmərəm. Axı gəzməli yerlərə getmədikdən, axı qüvvətlendiricidir, amma gəzməli sifət deyil. Bu feil sifətdir, ona görə B-ni götürə bilmərəm. Nənəmin bağçada əkdiyi güllər deməli, necə də gözəl idi. Bu necə qüvvətləndirici ədatdır, amma gözəlin dərəcəsinə təsir etməyib, C-ni götürürük. Qədrini bilməsən də, burada qüvvətləndirici ədat hadır və ondan sonra da heç nə gəlməyibdir. Dünən baş verən hadisələr onu lap pis sarsıtmışdır. Sarsıtmaq feilinə aiddir. Burada sifət yoxdur. Bu zərfdir. Səncə bu doğrudur ki, oradakılar gəlmə cəmaatı eyni yerdən sürgün edib. Burada sifət doğrudur sözüdür. Oradakılar gəlmə. Eyni də zərf nədir? Əvəzlikdir. Sifətlərin təyininə aid olan fikirlərdən biri doğru və yanlış olmaq baxımından digərlərindən fərqlənir.
Sifətlərdən yalnız biri ismin xüsusiyyətlərini daşıyır. Bu da oradakılar sözüdür. İsmin xüsusiyyətlərini daşıyıb cəmlənib. Bu düzdür. Nümunədə sadə sifət işlənməyib. Bəs doğrudur, sadə sifət daxı bu səhvdir. Sifətlərdən üçü qururca düzəltmədir. Üç sifətim yoxdur, oradakılardır. Bir də gəlmə. Bunlar düzəltmədir. Doğru da sadədir, bu da səhvdir. Sifətlərdən ikisi qururca sadədir. Xeyr, bir dənə doğru söz sadədir. Feildən düzələn sifət cümlənin xəbəridir. Xeyr, burada cümlənin xəbəri sürgün etmək feilidir. Bir də doğrudur sözü, o da sadədir. Demək, bu da səhvdir. Cavabım olar A variantı. Bunlar yanlış, A da doğrudur. Sonra dağınıq saç, dalğın fikirlər, dahiyana danışmaq. Deməli, dağınıq sadə sözdür. Dalmaq feilindən dalğın, dahidən dahiyana. Amma danışmaq burada dahiyana danışmaq feil aid olub zərfdir. Bunu götürmürük. Dərdli adam düzəltmə. Ürəyi açıq da mürəkkəbdir. İki söz var. Bir sadə bir dəqiqə. Üzürlüsən, boğazım qıcıqlandı. Bir sadə, üç düzəltmə, bir mürəkkəb sifət işlənib. Demək, bir sadəm var, üç düzəltmə. Üç düzəltmə, bir mürəkkəb sifət işlənib, düz deyir. Bir, iki, yox, daha doğrusu iki düzəltmədir də. Səhvdir bu. İki düzəltmədir. Bir dənə mürəkkəbdir, bu səhvdir. Mürəkkəb sifətin tərkibində təsirli halda olan isim işlənib. Mürəkkəb sifətin tərkib budur da. Ürəyi, onun ürəyi açıq. Təsirli hal deyil, oradakı i mənsubiyyət şəkilçisidir. Ona görə 2 də səhvdir. Fərqləndirilən sifətin quruluşca düzəltmə sinonimi dərdli, kədərli, quruluşca düzəltmə sinonimi sadə antonimi var. Sadə antonim dərdli, şad, homonimi də yoxdur, düz fikirdir. 3-ü götürək. Sifətlərdən biri quruluşca sadədir. Sadə ismi izah edir. Dağınıq sadədir. Sadə ismi əvəz edir. Düz fikirdir. Yanlışın altından götürə bilmərəm. Kökü feil olan sifət, yəni dalmaq. Kökü feil olan sifət işlənməsə də deyir, işlənibdir. 5 səhvdir. Səs uzanması olan sifətdən fərqli olaraq, burada səs uzanması olan söz bir dənə dahiyana sözdür. O da sifət deyil, zərfdir. 6 da səhv fikirdir. 6-nı götürməliyəm. Burada 5 də götürməliydim. 3, 5, 6. Yenə yaralıdır qanatlar, uça bilmirəm. Yaralıdır, sənsiz necə yorulub ayaqlar, qaça bilmirəm. Nümunənin təhnə aid olan fikirləri müəyyən edin. Xəbərli şəkilçisi qəbul edən, quruluşca düzəltmə olan sifət işlənib. Bəli, yaralıdır, düzəltmədir. Xəbərli şəkilçisi qəbul edib. 1 düzdür. Feildən düzəlmiş sifət işlənməsə də, kökü feillə homonim olan sifət işlənib. Xeyr, deməli, yaralıdır, yara ismindən düzəlibdir. Amma onun kökü feildir də, feillə homonim olan deyir, səhvdir. Birinci misradakı sifət adi dərəcədədir. İsmə aid qrammatik şəkilçi ilə işlənsə də isimləşməyib, düzdür, yaralıdır, adi dərəcədədir. İsmin sualına cavab verməsə də cümlədə ismi təyin edən sifət işlənib. İsmin sualına cavab verməsə də cümlədə ismi təyin edən. Heç bir sifət ismin qarşısında gəlib onu təyin etməyib də, ona görə 4 də səhvdir. Bu şeirdir deyə yaralıdır qanatların önündə gəlibdir. Belə olmalıdır əslində. Yenə qanatlar yaralıdır. Yəni onu təyin etmə xəbər vəzifəsindədir. Burada nə oldu? 1 ilə 3. Düşmənin nifrəti deyil qorxulu, dostun soyuqluğu düşmənçilikdir. Burada bir dənə qorxulu söz sifətdir, soyuqluq isimdir. Bir də düşmənçilikdir, bu da isimdir. Yəni bir dənə sifətim var, o da qorxulu sözü. Yalnız bir sifət işlənən nümunədə sözlərdən ikisi feildən düzəlib. Feildən düzələn sözü yoxdur. Çünki soyuqluq sözü soyuqdan düzəlib, sifətdən düzəlib. Düşmənçilik sözü də düşməndən düzəlib. Bu səhv fikirdir. Bir dənə qorxulu sözü, qorxu sözün kökü u leksik, lu leksik, qorxu ismindən yaranıb. İsmin xüsusiyyətini daşıyan sifət, ismin xüsusiyyətini daşıyan sifət, sifətin xüsusiyyətini daşıyan isim işlənməyib, düz fikirdir.
xəbər vəzifəsində də ismin xüsusiyyətini daşımış sayılmır. Xəbər rolunda olan sözlərdən biri sifətdən düzələn isimdir. Xeyr. Xəbər rolunda düşmənçilikdir sözüdür. O da isimdən düzələn isimdir. Sifətdən düzəlməyib. Qorxuludur sözüdür. Qorxu ismindən sifət düzəlib. Bu da səhvdir. Yəni öz sifətdir. Sifətdən düzələn isim mübtədanın ifadə vasitəsidir. Sifətdən düzələn isim. Soyuqluğu sözü. Bu yanlış fikirdir. Çünki nədir? Düşmənçilikdir. Nə? Dostun soyuqluğu. Yəlik mənsubiyyət sxemidir. Bir yerdə götürülməlidir. Burada yəni mübtədanın ifadə vasitəsi üçüncü ötənin söz birləşməsidir. Yanlış fikirdir. Qarşısına yanlış yazılıb götürməliyəm. 2, 4. Sifətlərdən ikisi qulluqca düzəltmədir. Xeyr, 2 sifət yoxdur. Bir dənə sifət var. Yanlış fikirdir. Qarşısına da yanlış yazılıb götürməliyəm. 2, 4, 5, B variantı. Bu gələn payızın suları soyuq. Soyuqdur. Aha. Soyumaqdan soyuq yaranıb. Küləkləri hirsli. Yağışı inciməkdən inci yaranıb. Belə. Sənin gözün yaşlı, baxışın inci. Sifətlərin təlinə aid olan fikirləri müəyyən edin. Sifətlərin sintaktik vəzifəsi və quruluşu eynidir. Burada deməli soyuqdur xəbərdir, hirslidir, incikdir. Mənim əllərimin sığalı soyuqdur. Sənin gözün yaşlıdır, baxışın incikdir. Hər biri sintaktik vəzifəsi eynidir. Hər biri xəbərdir. Quruluşları da eynidirmi? Bəli. Hamısı düzəltmədir. Bu da eynidir. Bir doğru fikirdir, götürə bilərəm. Feildən düzələn sifətlərin morfoloji sualları eynidir. Feildən düzələn soyuqdur, bir də incik sözləridir. Onların da morfoloji sualları eynidir. Soyuq necə, inci necə götürə bilərəm. Üçüncü misrada 2 sifət işlənib. Üçüncü misrada 2 sifət işlənib. Deməli, biri feildən düzəlib. Üçüncü misrada 2 sifətimiz yoxdur. Bir dənə burada soyuq sözüdür. Deməli, sifət. Ona görə bunu götürə bilmərəm. Kökü isim olan, homonim olan sifət işlənib, sifətlər işlənib. Kökü isimli homonim olan yaşlı sözü, məsələn. Sənin gözün yaşlı. Yaş sifəti ilə yaş ismi insanın yaşı mənasında homonimdir. 4-ü gətirə bilərəm. Sonra incik sözü də var. İncimək deməli feili ilə inci mirvari mənasında. Bu da homonim sayılır. Sintaktik vəzifə baxımından fərqlənən sifət işlənib. Heç biri sintaktik vəzifə baxımından fərqlənmir. Hamısı cümlənin xəbəridir. B variantı olar. Verilən fikirlərin doğru və yanlış olduğunu. Sifətin yanında isim gəlməsinə baxmayaraq yenə də isimləşə bilər. Bəli. Deyirəm ki, balacalar paltarını geyindir. Balacalar orada isimləşdi. Bu doğru fikirdir. Sifət yalnız ismat, cəm, hal, mənsubiyyət şəkli qəbul edərkən isimləşir. Xeyr. Məsələn, körpə ağlayırdı. Kim ağlar? Körpə. Demək, bu yanlış fikirdir. Çoxaltma dərəcəsi morfoloji yaranan sifətlərin hamısında vurğu ilk hecada olur. İlk hecada olmur. Körpəcə sözündə axırdadır. Bu da yanlışdır. Cümlənin baş hücvələri olduqda sifət ismin xüsusiyyətlərini daşımalıdır. Xeyr, xəbər olanda ismin xüsusiyyətlərini daşımaya da bilər. Sifət ismin xüsusiyyətlərini daşıyanda dərəcə əlamətini saxlar. Bəli, mütləq şəkildə dərəcəni saxlayır. Sifətin ismin xüsusiyyətlərini daşıması ismin təsirli halına əsasən olarsa, həmin sifətə aid edilə bilər. Cümlədə təyin ifadə vasitəsi olmaz. Xeyr, təsirli hal olarsa təyin ola bilməz. Cümlədə xəbərin ifadə vasitəsi, təsirli hal xəbər ola bilmir. Sonra nə var burada? Cümlədə mübtədanın ifadə vasitəsi olmaq. İfadə vasitəsi ola bilməz təsirli hal mübtədanın. Müstəqil şəkildə cümlə üzü olmamaq ola bilər. Tərkibin içində gələ bilər. Məsələn, gənci qarşılayanlar önə çıxsın deyə bilərəm. Söz birləşməsinin tərkibində işlənir. Bəli, bu da ola bilər. Onun savadlı danışığını dinləmək gözəl və məqbul olar. Gözəl olar, məqbul olar. Bunlar feildir. Burada bir dənə savadlı sözüdür. Sifətim. Sifətlərin ikisi quruluşca, ikisi deyil, bu səhvdir. Düzəltmə sifət müstəqil şəkildə cümlə üzü deyil. Bəli, onun danışığı söz birləşməsinin tərkibində gəlib ola bilməz.
2 düzdür. Sadə sifətlər cümlənin xəbəri kimi. Sadə sifət yoxdur burada. Bir dənə düzəltmədir. Sifət keyfiyyət bildirir. Kökü homonimdir. Savadlı keyfiyyət bildirir. Savad ismi, yəni kökü homonimdir. Bir, bilik mənasında savad, bir də naxış mənasında işlənir. 2, 4 D variantı. Balacalar, sinifdəkilər sizi gözləyir. Bu, balacalar sözü xitabda ola bilər. Bir də mübtədanın ifadə vasitəsi balacalar, sinifdəkilər sizi gözləyir. Hətta əlavə, bu söz əlavə də ola bilər. Yəni bunu fərqli düşünmək mümkündür. Fərqləndirilən söz xitabın ifadə vasitəsidir. Dəqiq deyə bilmirəm. Ona görə götürmədim. Cümlə daxilində sifətlərdən biri hansı sualına cavab verir? Sinifdəkilər sözü ayrılıqda, deməli, hansı sualına cavab verir? Amma cümlə daxilində yox. Bunu saxlayaq hələ ki, 2-ni. Düzəltmə sifət ismin xüsusiyyətini daşıyır. Düzəltmə sinifdəkilər sözüdür. Bəli, cəm şəkilçi qəbul edib ismin xüsusiyyətini daşıyır. Sifətlərin hər ikisi adi dərəcədədir. Həmcinsdir. Həmcins olduğunu deyə bilmirəm. Ona görə 4-ü götürmürəm. Bəlkə xitabdır bu balaca sözü, ona görə. Sifətlərdən biri müxtəlif dərəcələrdə işlənə bilir. Bu da düz fikirdir. Sinifdəkilər dərəcə əlaməti qəbul edə bilmir, amma balacalar sözü müxtəlif dərəcələrdə ola bilər. Azaltma, çoxaltma, belə. Cavabım nə? 3, 5. Bu 2-ni götürməyək, çünki cümlə daxilində deyirsə 2 ola bilməz. Hansı sualına cavab vermir də. Nə edirlər? Gözləyirlər. Kim? Sinifdəkilər. Belə. Klasterə əsasən uyğunluğu müəyyən edin. Şəhərin güllü çiçəkli parklarında indi dondurucu şaxta hakimidir. Fərqləndirilən birinci söz. Bura güllü çiçəklini qoysam, 3-ə ona aid xüsusiyyəti tapmalıyam. Deməli, 3-ə baxaq. Müstəqil şəkildə cümlə üzrün ifadə vasitəsi deyil. Bəli, şəhərin parklarında bir yerdədir. G. İsmi izah edən sözdür. Yazılışı və deyilişi fərqlənir. Güllü, çiçəkli fərqlənir. Bu uyğundur. İndi B-yə 2-yə B qoyaq. Yəni dondurucu sözünü qoymalıyıq. 4-də də dondurucuya aid xüsusiyyətləri tapmalıyıq. Tapaq. C. Təyinin ifadə vasitəsi olan sifətdir. Düzdür. Hakim idi. Nə? Şaxta. Necə? Şaxta. Dondurucu. Düzdür. D. Kökü isimlə homonim olan düzəltmə sifətdir. Bunun kökü donmaq feilidir və don ismi ilə paltar mənasında homonimdir. Düzdür. F. Homonim şəkilçili düzəltmə sifətdir. İzah etdiyi söz homonim deyil. Bəli. İzah etdiyi söz nədir? Şaxta sözüdür. Homonim deyil. Burada vurğu fərqlənir. Şaxta sözündə vurğu fərqlənir. Ona görə homonim deyil. F-i də götürə bilərəm. Deməli, cavabım elə olar A variantı. 34-dən vurğusu sona düşür. Yazılışı ilə deyilişi bir-birindən fərqlənən sifətdir. Poliglot sifət deyil isimdir. Nəğməkar sözünün yazılışı ilə deyilişi bir-birindən fərqlənmir. Üstəkinin fərqlənir, T düşür, 3-ü götürürəm. Özündən sonra gələn ismi formaca digərlərindən fərqli tələb edən sifətdir. Bu yaşıl, yəni eyni sifətin təkrarı ilə olanda özündən sonra cəmdə olan isim tələb edir. Yaşıl meşələr tutalım. 3-lə 6. Kəmşirin kəm-fürsət sözlərindən fərqli olaraq. Kəmşirin sözü azaltma dərəcəsindədir. Çünki burada şirin sifətdir. Bu olsun azaltma dərəcəsi. Fürsət isim olduğuna görə bu da adi dərəcədədir. Mürəkkəb sifətdir. Hər ikisi mürəkkəbdir. Götürə bilmərəm. İsimdən əmələ gəlib. Bu mürəkkəbdirsə isimdən əmələ gəlib deyə bilmərəm. Azaltma dərəcəlidir. Düzdür. Çünki kəmşirin sözü kəm-fürsətdən fərqli olaraq azaltma dərəcəsindədir. İsmi xüsusiyyətlərini daşıya bilər. Hər ikisi daşıya bilər. Dad bildirən sifətdir. Bəli, 3, 5 E variantı. Əsl dost, əsl misilsiz xəzinədir. O xoşbəxtliyi artırar, dərdəqəm. Bu xoşbəxtlik sözdə isimdir. Deyir sifətlərlə bağlı yanlış fikirləri müəyyən edin. Biri sadə, bir düzəltmə, bir mürəkkəb. Xeyr, mürəkkəbim yoxdur. Biri götürdüm. Sifətlərdən biri ismin sualına cavab verir. Heç birisi ismin sualına cavab vermir. 2-ni də götürək.
Əsl dost necə dost? Misilsiz xəzinə necə xəzinə? Nümunədə cəmi 2 sifət işlənib düzdür. Sadə sifət ədadla omonimdir. Əsl sözü elənməz, əsl. Bəli, ədadlar omonimdir. 4-ü 4 düzdür. Sifətlərdən yalnız biri təyin rolundadır. Xeyr, ikisi də təyindir. Nədir xəzinədir? Necə xəzinədir? Misilsiz, kim dost? Hansı dost? Əsl dost. Hər ikisi təyindir. 1, 2, 5 E variantı. Hansı cümlələrdə feildən düzəlmiş sifətlər işlənib? Feildən düzəlmiş sifət. Deməli, ölümsüzlər bu ölüm ismindən yaranıb. Bir olmaz. Ölümdirim savı. Qorxaqlıq deməli isimdir. Ölümdirim də bu da mürəkkəb deyil, düzəltmə söz deyil. Emin uşaqlığında da utancaq idi. Utanmaq feilindən yaranıbdır. 3-ü götürə bilərəm. Yığcam sözü yığmaq feilindən yığcam yaranıb. 4-ü götürə bilərəm. Güləyən insanların üzündə güldən güləyən yaranıb. Leksik şəkilçi bunu da götürə bilmərəm. Feil sifət olsaydı gülən olardı. 3, 4, 5 E variantı. Mürəkkəb sifətin işləndiyi cümlələri müəyyən edin. Gələcəkdə xoşbəxtlik. Xoşbəxtlik isimdir. Bir başqa da yoxdur. Məqsəd yönlü 2-ni götürə bilərəm. Ürək açıqlıq isimdir. Küçədən keçənlərin ayaq səslərini qırıq-qırıq eşitdikcə. Eşitdikcə deməli qırıq-qırıq zərfdir. 4-ü götürə bilmərəm. Feilə aiddir. Bir də əli əyri. Əli əyri insanlar ola bilər. 2, 5. Hansı cümlələrdə ismi xüsusiyyətlərini daşıyan sifət işlənib? Yəni isimləşən sifətdən söhbət gedir. Bu iynə deşiyindən dəvə boyda soyuq gələr, nə edər gələr, nə gələr, soyuq gələr. Mübtəda vəzifəsindədir. Deməli bu isimləşib. Biri götürə bilərəm. Bizə dəstək olan, bax elə bu qocadır. Kimdir? Qocadır. Bu isimləşib. 1, 2. Belə kəmsavad adamları məclisə qoymayın. Necə adamları kəmsavad burada yoxdur. Xəbərçiyə güvənməmək atalardan. Burada xəbərçi sözü isimdir, sifət deyil. Testdəkiləri tam şəkildə qavramağa çalışın. Nəyi testdəkiləri? Cəm şəkilçisi, hal şəkilçisi qəbul edib, deməli isimləşib. E variantı olar düzgün cavab. Sonra verilmiş nümunələri cədvəlin tələblərinə əsasən müqayisə edərək. Tufansız ürəklər, durğun göl kimi. Hər ikisi təyindir. Suyu təzələnməz, dibililənər. Gümüş biləklərin, gümüş isimdir. Bəyaz, qolların, sarı, kəhrəbası, hayf ki, yoxdur. Sifətlər qurulurca düzəltmədir. A ilə B-ni müqayisə eləməliyik. Ortaq fikirləri də bura yazmalıyıq. Sifətlər qurulurca düzəltmədir. Təyin rolundadır. Bəli, tufansız, durğun düzəltmədir. Amma bəyazla sarı bunlar deməli sadədir. Bir düzgündür. Biri götürdüm. Omonimli xüsusiyyəti olan sifət isimdən düzəlib. Omonimli xüsusiyyəti olan sifət birinci cümlədə yoxdur. İkinci cümlədə sarı sözüdür. O da sadədir. 2-ni götürmürəm. Omonimliyi olan sadə sifət təyin rolunda deyil. Sarı sözüdür və təyin rolunda deyil. Biləklərin, qolların kəhrəbası bir yerdə götürüləcək. 3 düz fikirdir. 3 düz fikirdir. 1, 3. Nümunədə 3 sadə sifət işlənmişdir. 3 sadə sifət yoxdur. Bəyaz, sarıdır. Bu da səhvdir. İsmi xüsusiyyətlərini daşıyan sifət mövcuddur. Heç biri ismi xüsusiyyətlərini daşımır. 5 səhv fikirdir. Mürəkkəb sifət işlənməyən nümunədə sifətin xüsusiyyətini daşıyan düzəltmə isim işlənməyib. Sifətin xüsusiyyətini daşıyan düzəltmə isim işlənməyib. Bəli. Burada sifətin xüsusiyyətini daşıyan isim gümüş sözüdür. O da düzəltmə deyil. Ona görə 6 da düz fikirdir. 1, 3, 6 A variantı olar. Cədvələ əsasən uyğunsuzluq yaradan fikirləri müəyyən edin. Yəni doğrunun altından buradan yanlışları tapmalıyam. Burada da doğruları tapmalıyam. Aid olduğu ismini itirəndə substantivləşir. Bu doğru fikirdir. Götürə bilmərəm. Bütün sifətlər ismin xüsusiyyətlərini daşıyanda müstəqil təyin kimi çıxış edir.
Xeyr, təyin olmur da. Müstəqil ismin xüsusiyyətini daşıyanda mübtəda olar, tamamlıq olar, təyin olmur. İki səhv fikirdir, ikini götürə bilərəm. Sifət cümlədə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan funksiyanı da daşıya bilər. Qrammatik cəhətdən cümlə üzvləri bağlı olmayan funksiya xitabı deyir. Bəli, xitab ola bilər. Doğru fikirdir. Üçü götürə bilmərəm. Sifətin dərəcə əlamətləri istənilən sözə artırılıb, dərəcə əmələ gətirə bilməz. Bəli, doğru fikirdir. Dakı ki ilə düzələnlərə artırılıb, dərəcə əmələ gətirmir. Sifətlərdə leksik şəkilçinin işlənmə mövqeyi və funksiyaları müxtəlifdir. Bu da doğru fikirdir. Leksik şəkilçi sözün əvvəlinə də artırıla bilər, sonuna da artırıla bilər. Doğrudur. 2, 4, 5. Elə variant, C variant. Cümlələrin birində morfoloji və sintaktik sualları eyni olmasına baxmayaraq, fərqli nitq hissələrinə aid sözlər verilmişdir. Qırmızı, çalışqan, hər ikisi hansı sualına cavab verir və ikisi də sifətdir. Gözəl insan, yaxşı sözlər, bu da sifətdir. Qocanın sağlamlığı narahat edirdi. Kimi qocanı, nəyi narahat edirdi? Sağlamlığı. Bunların sualları eyni deyil. Morfoloji və sintaktik sualları eyni deyil. Qoca aylıqda, deməli, necə sifətin suallarına cavab verir, amma indi ismin sualına cavab verdi. Bunu götürə bilmərəm. Düşünən beyin sağlam gələcəkdir. Hansı beyin? Necə gələcəkdir? Sağlam gələcəkdir. Burada hər ikisinin sualları eynidir, amma fərqli nitq hissəsidir. Çünki düşünən sözü fe'li sifətdir. Sağlam da özü sifətdir. D-ni götürürük. Yıxılan döyüşçü güləşə gəlməz. Burada da elə bir eyni sual yoxdur. Uyğunluğu müəyyən edin. Uyğunluğu müstəqil şəkildə cümlə üzvü olmayan düzəltmə sifət işlənib. İnsanlara yaxşı davranmaq, onun xəyalı, onun buradakı böyük sözü də düzəltmədir. Birə yazaq A-nı. Qışın soyuğu düşəndən sonra. Qışın soyuğu. Soyuq sözü düzəltmədir. Və müstəqil şəkildə cümlə üzvü olmayacaq. B-ni də buraya yazaq. A, B. Sifət xüsusi qrammatik göstərici olmadan ismi xüsusiyyətini daşıyıb. Baxaq. Qonşu kənddəki köçəri tayfalar buralara gələrdi. Burada bir şey yoxdur. Ümid edirdi ki, yurdun igidləri cəmlənib, hallanıb. Yəni, qrammatik göstəricisi var. D-ni yaza bilmərəm. Səhərdən kənddə axtardığımız qoca gəlmişdi. Nə etmişdi? Gəlmişdi. Kim gəlmişdi? Qoca mübtədadır. Qrammatik göstərici olmadan ismi xüsusiyyətini daşıyıb, yəni mübtəda olub. Burada yazaq E variantı. A, B, E. Aşağıda verilmiş cümlələri nəzərə alıb, uyğun fikirləri tapmalıyıq. Onun kəmsəvat danışıqları. Kəmsəvat adi dərəcədədir. Müstəqil cümlə üzvü deyil. Beşikdəki düzəltmə, ağbəniz adi dərəcədədir, bəniz üzdür. Sevimli sözü, deməli, sevdən, sevimli, düzəltmə sifətdir. Və tərkibin daxilindədir, oxuyanda. Nədir? Dincəlir, nə ruhum, nə vaxt, nə zaman, sevimli kitablarımı oxuyanda. İndi baxaq, yalnız bir cümləyə aid olan doğru fikirdir. Cəmi bir sifət işlənmiş bu cümlədə, cəmi bir sifət işlənmiş deyirsə, buna aid eləyə bilərəm, bir də buna aid eləyə bilərəm. Bu cümlədə sifət təyin rolunda deyil. Hər ikisində təyin rolunda deyil. Çünki bu tərkibdədir. Burada da kəmsəvat sözü onun danışıqlarının tərkibindədir. Bu bir cümləyə aid olan doğru fikir deyildi. İkisinə aid oldu. Biri çıxdım. Yalnız hansı sualına cavab verən sifət işlənən cümlədə azaltma dərəcəli sifət də işlənib. Yalnız hansı sualına cavab verən beşikdəki sözüdür. Ağbəniz isə adi dərəcədədir. Çünki buradakı bəniz üz deməkdir. Deməli, 2 də səhv fikirdir. 2-ni də çıxdım. 1 ilə 2-ni çıxanda bunlar qalır. Sonra yalnız 2 cümləyə aid olan yanlış fikirdir. Feildən düzələn sifət işlənməyən bu cümlədə azaltma dərəcəli sifət işlənib. Feildən düzələn sifət işlənməyən bu cümlə deyirsə, mən buna baxmalıyam, bir də buna. Burada sevimli feildən düzəlib və heç birində nə bunda, nə də bunda azaltma dərəcəli sifət işlənməyib, səhv fikirdir. 3-ü götürdüm. Düzəltmə sifət işlənsə də, qururca sadə olan sifət işlənməyib. Burada düzəltmə sifətim yoxdur.
bu heç. Beşikdəki düzəltmə sifətim var, sadə olan sifətim yoxdur. Bunu ödədi. Bunun üçün doğru fikirdir. Sevimli kitablarım düzəltmə sifəti var, amma sadə olan sifətim yoxdur. Bunun üçün də ödədi. Yəni bu iki cümləyə aid yanlış fikir olmadı. Yalnız birini oldu. 4-ü götürə bilmərəm. Heç bir cümləyə aid olmayan fikirdir. Cəm şəkilçili ismi izah edən sifət cümlədə təyin ifadə vasitəsidir. Bu danışıqları sözüdür cəm şəkilçili. O da təyin ifadə vasitəsi deyil. Başqa bir də kitablarımız sözüdür. O da yenə sevimli sözü təyin ifadə vasitəsi deyil. 5 heç bir cümləyə aid deyil. Götürdüm. Adi dərəcəli mürəkkəb sifət işlənmiş bu cümlədə tabesli əlaqəsi. Tabesli əlaqəsi ya sadalanma intonasiyası ya da tabes mürəkkəb cümlənin tərəfləri arasında olur. Burada da heç birini görmürəm. Ona görə 3, 5, 6-nı götürə bilərəm. Sonra klasterə əsasən doğru cavabı müəyyən edin. Burada cümlələrim C-dəki, bir də D-dəkidir. 1-ə C yazsam, 2-yə B yazmalıyam. Deyir, həyətdə böyük ağacları var idi. Burada böyük sözüdür. Tanınmış fe'l sifətdir. Böyükdən böyük. Parlaq sözündəki şəkilçi ilə eyni olan. Xeyr, axırıncı saatlər fərqlənirsə, biri açıq, biri qapalıdırsa, deməli şəkilçilər də fərqlənir. 1-ə C yazsam, 2-yə B yaza bilmərəm. A getdi, E getdi, bir də C getdi. Deməli 1-ə D yazmalıyam. İndi baxaq. 1-ə D. Qulluqca düzəltmə sifət işlənməsə də deyir. Yaşadıkları sifət deyil. Bugünkü mürəkkəbdir. Bugünkü. Dürüst, sadədir. Başqa da sifətim yoxdur. Deyir, qulluqca düzəltmə sifət işlənməsə də sadə sifət işlənib. Düzdür. 1-ə D yazsam, 2-yə A yazmalıyam. Sonra E. Kökü sifətlə homonim olan söz işlənmişdir. Yaşadıkları sözünün kökü yaş ismidir və yaş parça mənasında olan yaş sifəti ilə homonimdir. E-ni götürə bilərəm. C. Sifətlərdən birinin tələffüzündə səs dəyişimi olur. Bu da dürüst insan. Dürüst sözündən sonra, T-dan sonra saatlə başlayan söz gəlib. Ona görə burada düşmə olmayacaq. T-dıya keçəcək. Bu da düzdür. F-ə baxaq, B-ni yoxlamaq üçün. 2 düzəltmə sifəti işlənmiş. 2 düzəltmə sifəti yoxdur da. Burada bir mürəkkəb var, bir də sadə var. F yaza bilmərəm. Ona görə cavabım D variantıdır. Tələffüzə əsasən verilən hansı söz həm sifət, həm də isim kimi düşünülə bilər. Şairanə isimdir. Sifətdir bu. Şikəstə sözü olacaq burada. Şikəstə mənasında şikəst insan mənasında sifət olacaq. Bir də muğamın şikəstəsi mənasında həm isim, həm sifət. Tabeli sözü gərək qoşa nöqtə ilə yazılsın ki, sifət olsun. Bu olmaz. Təkəbbürlüdə sifət. Sonra fərqləndirilən sözlərə əsasən Euler-Venn diaqramında uyğun fikirlər. Dünən olan şənlikdə güclə bu zərfdir. İsimdən yaranıb. Müəllimin dahiyanə. Bu da sifətdir. Fikirləri sifətdən yaranıb. İsimdən düzələn sözdür. Bir düzdür. İzah etdiyi söz qulluqca sadədir. Homonim deyil. Danışırdı sözü qulluqca sadədir. Homonim deyil. Fikirləri sözü də qulluqca sadədir. Homonim deyil. 2 ortaya yazılmalıydı. 2-ni çıxdım. Özündən sonra gələn söz qulluqca sadə olan isimdir. 3 ortaya yazıla bilməz. Bura yazılmalıdır. İkinciyə bu feildir çünki. 3-ü çıxdım. İşlənmə yerindən asılı olmayaraq sabit qrammatik mənaya malikdir. Güclə sözü işlənmə yerindən asılı olmayaraq zərf olur. 4 səhvdir. Sifətdən düzəlmiş sifətdir. Dahiyanə sözü cümlə üzrün ifadə vasitəsi deyil. Müəllimin fikirləri 3-cü növün arasındadır. Bəli. 5 düzdür. Hansı sualına cavab verə bilən bu sözdə səs uzanması mövcuddur. Bəli, bu da düzdür. 1, 5, 6 C variantı. Fərqləndirilmiş sözlər əsasında müəyyən edin. Alimin gözəlliyi, gözəllik isimdir, davranışındadır. Bu da isimdir. Baxaq, keyfiyyət bildirən sözdür. Xeyr, səhvdir. 1. Sonra təsirlik haldır. Alimin gözəlliyi.
Bu təsirli hal deyil də, yanlış fikirdir, 3-ü götürməliyəm. Başlanğıc forması ilə kökü eyni deyil. Bəli, gözəl sözün köküdür. Gözəllik başlanğıc formadır, eyni deyil, düzgün fikirdir, götürə bilmərəm yanlışın altından. Ad bildirir, davranış sözü ad bildirir. Qulluqça düzəltmədir. Bəli, davranmaqdan davranış. 2-ni götürməliyəm. Formaca 3 dəfə dəyişib. Forması 3 dəfə dəyişib. Davranışındadır. Bəli, doğru fikirdir, götürə bilmərəm. Əllə toxunulmasa da gözlə görünən varlıqdır. Xeyr, gözlə görünən varlıq deyil də davranış sözü. 2, 3, 6-nı götürək. Azaltma dərəcəli sifət işlənən cümləni müəyyən edin. Kəmsavadlıq sifət deyil. Ağbəniz azaltma dərəcəsi deyil. Hər zaman alayarımçıq işlər görməyə adət edib. Bəli, elə bunu götürə bilərəm. Kəmşirinlik isimdir. Üzündəki sarışınlıq, bu da sarışınlıq isimdir. Dünyadakı yaxşılıqlar təmiz insanların çirkə bürünmüşlərə etdiyi ərmağandır. Dünyadakı yaxşılıqlar isimdir. Bir də təmiz, digərləri də isimdir. Sifətlər qulluqca eyni deyil. Dünyadakı təmiz, bəli. Biri düzəltmədir, biri də sadədir. Morfoloji baxımdan eyni suallara cavab verirlər. Morfoloji baxımdan təmiz, necə təmiz, dünyadakı hansı sualını cavab verir. Bunu götürə bilmərəm. İsmin xüsusiyyətlərini daşıyan sifət yoxdur. Doğru fikirdir. Hər ikisi təyin vəzifəsindədir. Dünyadakı yaxşılıqlar, hansı yaxşılıqlar? Bir də təmiz insan. Sifətlərin sintaktik vəzifələri fərqlidir. Xeyr, hər biri təyindir. Bu səhvdir. Kökü sifət olan sözdə ismin xüsusiyyətlərini daşımaz cəm şəkilçisi ilə olmuşdur. Kökü sifət olan sözdə ismin xüsusiyyətlərini. Burada cəm şəkli heç birisi ismin xüsusiyyətini daşımırdı. Ona görə 1-3 olar cavabımız. Boş xanalardan yalnız birinə yazıla biləcək cümlə. Cümlədə rəng bildirən sifət var. Onun gümüşü bura yazıla bilər. Cümlədə qulluqca düzəltmə sifəti var. Gümüşü burada yazıla bilər. Gümüş sözündən gümüşü leksik şəkilçi. Bizdə armudu stəkanlarda çay içmirdilər. Ona görə də ağ stəkanlar. Deməli, bu burada yazıla bilər. Və armud sözündən u leksik şəkilçi burada yazıla bilər. Bir əyri baxışın bəs edir ki, gəlib üzr istəsin, ağ eləməsin. Ağ eləmək feildir, bir yerdədir. Rəng bildirən sifət yoxdur. Əyri isə əyməkdən əyri düzəltmə sifət var. Sabah sənə bənövşəyi güllərdən. Bənövşəyi həm rəng bildirir, həm də düzəltmədir. Bənövşədən, bənövşəyi. Qırmızı rəngli, qırmızı həm rəng bildirir. Rəngli paltarını çox sevirdi. Rəngli sözü də düzəltmədir. Olmaz. Hansı sözlər azaltma dərəcəsindədir? Alababat azaltmadır. Açıq-aşkar zəfdir. Alabula. Bula sözü yoxdur da ki, ala da ona qoşulsun, dərəcə yaratsın. 3 səhvdir. Bir təhər dərəcə yaratsaydı belə yazılmazdı. Bu daha doğrusu. Təhər sözü rəng bildirən sifətlərə qoşulur, dərəcə yaradır. Ona görə olmaz. Sarışın sözü. Bəli, sarıdan şınla leksik şəkilçi olar. Hansı variantda işarəsinin yerinə doğrudur yazılmalıdır? Hansı sualına cavab verən istənilən sifət qulluqca düzəltmədir? Bəli, bunu saxlayaq. Baxaq. İstənilən sifət qulluqca düzəltmədir. Yox, bu səhvdir. Çünki hansı sualına cavab verən, məsələn, təmiz sözü də hansı sualına cavab verər də. Sadəcə deyirik ki, dakı bir də ki ilə düzələnlər yalnız hansı sualına cavab verir. Digərləri isə necə, nə cür hansı suallarına cavab verir? A səhvdir. Tərkibində mənsubiyyət şəkilçisi olan sifət mütləq adlıq halda olmalıdır. Məsələn, sənin körpən olsa adlıq halda, sənin körpənin qığıltısı olsa, bu olacaq yəlik halda. Yəni, mütləq adlıq halda olmalıdır deyilən bir şey yoxdur. Tamamlıq vəzifəsində çıxış etməyən sifət mütləq qrammatik şəkilçisiz işlənir.
Yox, belə şey yoxdur da. Bu sifət mübtəda ola bilər və qrammatik şəkilçi qəbul edə bilər. Məsələn, gənclər gəldilər. Ola bilər. C səhvdir. İsimləşən sifət dərəcə bildirmə əlamətini heç vaxt itirmir. Bu düzgün cavabdır. Xəbər vəzifəsində çıxış edən sifət mütləq xəbərli şəkilçi qəbul edir. Maraqlı kitab idi. Bu qəbul eləmədi. Müqayisə edərək ortaq fərqli cəhətləri. Sönməz, bir də buruq. Həm sifət, həm də başqa nitq səsi kimi çıxış edir. Sönməz fe'l kimi də çıxış edə bilər. Sifət kimi də, buruq isim kimi də neft buruqları, bir də buruq zat sifət kimi də. Bir düzdür. Omonimliyə malik sifətdir. Buruq sözü bəli omonimliyə malikdir, amma sönməz fe'l kimi olsa sön sözün kökü olacaq. Burada mı inkar əz də zaman. Yəni başlanğıc forma fərqlənəcək. 2 ola bilməz. Yazılışı ilə deyilişi fərqlənən bu sifət digər nitq səsi kimi çıxış edərkən qulluqca sadə olur. Bu fərqli cəhətdir. 3-ü götürə bilərəm. Sönməz olanda deməli çıxış edərkən, fe'l olarkən sadə olacaq, sifət olarkən düzəltmə olacaq. Amma buruq hər iki halda isim versiyada da, sifət versiyada da düzəltmə olacaq. Söz sifət kimi işlənə bilmir, fe'l sifət kimi işlənir. Belə şey yoxdur. Bu heç birinə aid deyil. 1-lə 3. Hər biri sifət kimi işlənir də. Hansı birləşmənin əsas tərəfindəki sözü başqa nitq səsi olan sözlə əvəzləməklə asıl tərəfi sifətə çevirmək olmaz. Açıq fikirlər etsək olacaq. Dahiyanə fikirlər etsək olacaq. Uzun-uzadı fikirlər etsək olacaq. Şirin-şirin fikirlər olmaz da. Şirin-şirin xəyallar olar. Tez-tez oxumaq, tez-tez istənilən halda zərfdir. Bunu götürə bilərik. Əgər cümlədə ismi xüsusiyyətini daşıyan sifət varsa, cümlə haqqında verilmiş fikirlər. Əminliklə demək olar, cümlədə isimləşən sifət var. Bəli, ismi xüsusiyyətini daşıyıbsa, əminliklə demək olar ki, bu isimləşib. Cümlədə isim olmasa da ismi xüsusiyyətini daşıyan sifət var. Mən nə bilirəm ki, o cümlədə isim yoxdur. Bunu əminliklə demək olmaz. Sifət təyin rolunda deyil, ehtimal deyil bu, faktdır. Faktdır ki, sifət təyin rolunda deyil. Çünki ismi xüsusiyyətini daşıyan da artıq təyin olmur. Həmin sifət müstəqil şəkildə cümlə üzvüdür. Bu ehtimaldır. Tərkibin içində də daxil ola bilər. Müəllim şagirdlərə tapşırır ki, tərkibində çoxaltma dərəcəli sifət olduğu cümlələr qursunlar. Aha. Hansı şagird düzgün yenitir? Nəsə, bu gömgöy olmaq bir yerdədir, fe'ldir bu. Dümdüz yerimək, bu fe'lə aiddir, olmaz. Çox sağlam insanlar, bəli, 3 olar. Qoca kişi ağappaq saqqalına 4 olar. Rahatca yaşamağa öyrəşmişdi. Bu rahatca sözdə yaşamaq fe'linə aiddir. Bu olmaz. 3-4 olar. Cədvəlin sol xanalarında qulluqca sadə. Deməli, burada sadə olmalıdır. Burada da mürəkkəb olmalıdır. Bu şərti hansı pozur? Viranə, viran sözündəndir, düzəltmədir. Aqıl sözündəndir, bu da düzəltmədir. Pozanları götürməliyəm. 1-2, açıq mavi, qulluqca mürəkkəbdir. 1-2-3. Sonra tünd qırmızı mürəkkəbdir, şərti pozmur. Ayaqyalın mürəkkəbdir, pozmur. Qeyri-adilik isimdir. 7-ni götürməliyəm. O günkü mürəkkəbdir, götürməyəcəm. E variantdır. Klasteri tamamlayın. Bura 1-ə C yazsam, 1-ə C yazsam, 2-yə görə nə yazmalıyam? A, sifət çoxaltma dərəcəlidir. Bu hissəci isimdir də, bu çoxaltma dərəcəsində ola bilməz. Adi dərəcədədir. Daha doğrusu A-nı çıxmalıyam. 1-ə C yazanda 2-yə A yaza bilmərəm. Ona görə bunları çıxdım. Qaldı 1-ə D yazmağım. Bomboş. Sifət çoxaltma dərəcəsindədir. Bəli, düzdür. Sonra B. Müstəqil şəkildə zərfli və təyin kimi çıxış edə bilər. Bəli, bu da düzdür. Bomboş danışırdı məsələn. Bomboş otaqdır, ola bilər. F. Sintaktik üsulla əmələ gəlməyən sifətdir. Bu da düzdür. Sintaktik üsulla əmələ gəlmir. Birinci hissəsinə M, P, R, S samitləri artırmaqla əmələ gəlib. Deməli, F də düzdür.
Cavabım olar E. Bura baxaq indi. 1-ə D yazsam, 2-yə A getdi, B getdi E. Sözün son hecası yalnız isim kimi çıxış edən sözdür. Boş sözü necə isim kimi sifət sifət də ola bilər də. Bu da getdi. Bu da bu niyə olmaz? B variantı niyə olmaz? Çünki tam deyir də. Bizdən tam cavab istədiyinə görə mən burada A bütün doğru cavabları seçim. Belə. Davamına sonra baxaraq uzun oldu. İzlədiyiniz üçün təşəkkür edirəm.